Hal-hazırda mən Qaradağ rayonu Səngəçal qəsəbəsindəyəm. Acınacaqlı bir vəziyyətdir bura. Təsəvvür edin ki, icra başçısı Süleyman Mikailov tərəfindən Səngəçal qəsəbəsi unudulub. Ümumiyyətlə Səngəçal qəsəbəsini tanımır. Nə işlə məşğuldur heç özü də bilmir. Ancaq kreslosunda əyləşib öz cibini güdür. Təsəvvür edin ki, Səngəçal uçuruma gedir. Baxan yoxdur. İcra başçısı bərbad. İcra nümayəndəsi bərbad. Bələdiyyə bərbad. JEK bərbad. Görəsən bu Səngəçal qəsəbəsi niyə yaranıb? Görəsən bu icra başçısı niyə əyləşib bu kresloda? Əyləşib ki, Qaradağ rayonunun sakinlərinin şikayətlərini qəbul eləsin və problemlərini həll eləsin. Ancaq neyinir? Həll etmir. Gəlin sizə acınacaqlı vəziyyəti göstərim. Baxın, insanlar hansı vəziyyətdə yaşayır. Baxın əziz dostlar, görün hansı vəziyyətdə yaşayır. Bax, bura mənim həyətim bərbad günə düşüb. Qaradağ rayonuna, icra başçısına dəfələrlə müraciət eləmişəm. Baxan yoxdur. Fövqəladə Hallar Nazirinə də zəng eləmişəm. Heç bir tədbir görülmür. İcra nümayəndəsinə də müraciət eləmişəm. Yenə də icra tərəfindən tədbir görülmür. Bələdiyyəsi bərbad, icrası bərbad, JEK bərbad. Baxmırlar da baxmırlar. Niyə əyləşiblər o kresloda? Niyə vəzifə başındadılar mən bilmirəm.